Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bu gün 7-ci sınağın, güvən 20 sınağından 7-ci sınağın izahını, testlərin izahını sizlərə təqdim edəcəm. Başlayaq birinci sualdan. Qeyd olunur ki, A nöqtəsindən hərəkətə başlayan birinci təyyarə şərq istiqamətində 3843 km uçaraq B nöqtəsinə çatmışdır. Baxın, A və B nöqtələrinin hər ikisi yerləşir 40 dərəcəlik şimal enliyində. Deməli, 3843 km uçubsa, biz qeyd edirik ki, 40 dərəcəlik paralelin üzərində 1 dərəcəlik qövsün uzunluğu 85,4 km-dir. Biz 3843 km-in neçə dərəcə olduğunu bilmək üçün 3843-ü bölməliyik 85,4-ə. Bu da edəcək 45 dərəcə. Deməli, A-dan B-yə doğru uçan təyyarə 45 dərəcəlik yol gedib. Daha sonra qeyd olunur ki, C nöqtəsi 6-cı saat qurşağının orta meridianında yerləşdiyini nəzərə alırıq. Gəlin nəzərə alaq. 6-cı saat qurşağının hansı uzunluqda yerləşdiyini necə taparıq? 6-nı vurmalıyıq neçəyə? 15-ə. Çünki 1 saat qurşağı, 1-ci saat qurşağı 15 dərəcəlik şərq uzunluğunda yerləşir. Və 6-nı da 15-ə vurduğumuz zaman edəcək 90. 90 şərq uzunluğu. Niyə? Çünki biz qeyd edirik. 12-yə qədər olan saat qurşaqları şərqdə, 12-dən 24-ə qədər olan saat qurşaqları isə qərbdə yerləşir. Deməli, C nöqtəsi, həmçinin B nöqtəsi yerləşdi bunlar 90 dərəcəlik şərq uzunluğunda. Daha sonra qeyd olunur ki, bu nöqtədən qərb istiqamətlə hərəkətə başlayan ikinci təyyarənin çatdığı D nöqtəsinin yerləşdiyi saat qurşağını müəyyən edin. C-dən D-yə gedib. Nə qədər? Biz qeyd etdik ki, 45 dərəcə. Neçə dərəcə uzunluqdan? 90 dərəcə uzunluqdan 45 dərəcə qərbə getmişik. Hansı uzunluğa gəlmişik? Hansı meridianın üzərinə? Elə 45 dərəcə şərq uzunluğunun üzərinə gəlmişik. Və bizə deyir ki, D nöqtəsinin, yəni 45 dərəcəlik meridianın şərq uzunluğunun hansı saat qurşağında olduğunu müəyyən edin. Bu da çox rahat məsələdir. Nə edərik? 45-i bölərik 15-ə. Deməli, D məntəqəsi, həmçinin A məntəqəsi yerləşdi 3-cü saat qurşağında. Düzgün cavab birinci sualda olacaq A bəndi. İkinci sualda qeyd olunur ki, Bakıdan şimal qütb dairəsinə qədər olan ən qısa məsafə. Bakı yerləşir 40 dərəcə şimal enliyində. Şimal qütb dairəsi isə 66,5 şimal enliyində. Düzdürmü? İndi gəl bunların arasındakı fərqi tapaq. 66,5-dən 40-ı çıxarıq, edər 26,5 və 26,5-in neçə kilometr olduğunu hesablamaq üçün bunu da vurmalıyıq 111-ə. O da edər 2941 kilometr. 41,5 kilometr daha dəqiq yazaq. Daha sonra isə qeyd olunur. Bakıdan cənub tropikinə qədər olan ən qısa məsafədən neçə kilometr azdır? Baxın, Bakı 40 dərəcə şimal enliyi, ekvator, 23,5 cənub enliyi. Bakı ilə cənub tropiki arasında nə qədər fərq olacaq? 40 ilə toplayaraq 23,5-i. Bu da edər 63,5 dərəcə. Və 63,5 dərəcəni vurmalıyıq yenə neçəyə? 111-ə. 63,5-i 111-ə vursaq, 7048,5 edəcək. Deməli, Bakıdan cənub tropikinə qədər olan məsafə 7048,5, Bakıdan şimal qütb dairəsinə qədər olan məsafə 2941. Nə edərik? Bunların fərqini taparıq. 7048,5-dən çıxarıq 2941,5. Bu da edər 4107 kilometr. Düzgün cavab 2-də B. Çox rahat sualdır. Yəni bunu sadəcə dərəcələrini tapırıq və məsafəni kilometrlə hesablamaq üçün hər ikisində 111-ə vurmaqla düzgün kilometri tapıb nə edirik? Fərqini çıxırıq. Deməli, Bakıdan cənub tropikinə qədər olan məsafədən Bakıdan şimal qütbünə qədər olan məsafəni çıxırıq. Düzgün cavab olur B bəndi.
3-də qeyd olunur ki, Euler-Venn diaqramını tamamlayan fikri müəyyən edin. Mərmər və kvarsit. Çökmə çuxurdan çevrilmiş metamorfik çuxurlardır. Baxın, elə budur da. Mərmər deməli əhəng daşından çevrilir, kvarsit də çevrilir qum daşından. Düzdürmü? Hər ikisi çökmə çuxurdan çevrilmiş metamorfik çuxurlardır. Düzgün cavab olacaq. Hər ikisi üçün ortaq cəhət A. Keçək 4-cü suala. Qeyd olunur ki, sinoptik xəritələrdə göstərilir. Hava haqqında olan xəritələrdir. Faydalı qazıntılar olmaz. Bitki örtüyünün əlaqəsi yoxdur. Torpaq örtüyü olmaz. Əhalinin yerləşməsi, həmçinin baxın atmosfer cəbhələri, küləyin istiqaməti. Daha sonra biz qeyd edirdik yağıntılar, buludluluq. Sinoptik xəritələrdə bu cür proseslər əks olunurdu. 4-cü sualın düzgün cavabı olacaq Y. 5. Zəlzələnin gücü cihazı ilə 12 ballıq Richter şkalasına əsasən təyin edilir. Seismoqraf cihazı ilə 12 ballıq Richter şkalasına əsasən təyin edilir. Düzgün cavab seismoqrafdır. 6. Hansı vulkan Avropada yerləşir? Fujiyama Yaponiyadadır. Pinatubo Filippində. San Pedro Cənubi Amerikan dağları. Kamerun Afrika. Vezuvius Apennin yarımadası İtaliya. Düzgün cavab 6-da C. 7. 10-cu saat qurşağının orta meridianı. Necə taparıq 10-cu saat qurşağının orta meridianı? Neçəyə vurmaqla? 15-ə. Aydın mı? Onu da 15-ə vursaq edəcək 150 dərəcə şərq uzunluğu. 10-cu saat qurşağı çünki şərqdə yerləşir. Düzgün cavab 7-ci sualda olacaq D. 8-də qeyd olunur ki, şəkilə əsasən su quyusu və telegüllənin su quyusu, baxın, şimal-qərb istiqamətində, su quyusu şimal-qərb istiqamətində, telegüllə isə cənub-şərq istiqamətində. Baxın, şimal-qərb və cənub-şərq istiqamətində. Azimutla götürsək, su quyusu 315-də, şimal-qərbdə, telegüllə isə cənub-şərqdə 135 dərəcəli azimutlarda yerləşəcək. 8-ci sualın düzgün cavabı olacaq Y. 9-da qeyd olunur Paleozoy erasının ən qədim dövrü. Biz Paleozoyu qədimdən saydığımız zaman qeyd edirdik. Kembri Ordovik, Söler Devon, Perm daş kömür. Deməli, ən qədim olacaq Kembri. 9-cu sualın düzgün cavabı olacaq D. 10-cu sualda qeyd olunur ki, fəal vulkanizmin olduğu əraziləri müəyyən edin. Bir Apalaç dağları qədim dağlardır, fəal ərazi olmaz. Y ilə C-ni çıxarıq. 2 İslandiya. Eyjafjallajökull, Kudul, Bardarbunga, Hekla vulkanları, fəal vulkanları burada yerləşir. 2-ni götürərik. 3 Afrikanın qərb hissəsi. Baxın, burada fəal olmaz. Nisbətən bu istiqamətdə olsaydı, burada Kamerun fəal vulkanı var, götürərdik, amma 3 olmaz. 4 Filippin, bəli, Apo, Pinatubo vulkanları, deməli 2-4. 5 Avstraliyada ümumiyyətlə fəal vulkan yoxdur. 10-cu sualın düzgün cavabı olacaq A. 11-də deyir ki, Afrikanın ucqar qərb nöqtəsi hansı yarımkürədə yerləşir? Afrikanın ucqar qərb nöqtəsi Almadivirnudur və elə qərb yarımkürəsində və şimal yarımkürəsində yerləşir. Şimal və qərb. Düzgün cavab olacaq 11-də B. 12-də qeyd olunur ki, doğru fikri müəyyən edin. Baxaq. Şimali Amerika materiki geoloji keçmişdə Lavrasiya qurusunun tərkibində olmuşdur. Bəli, elə doğru cavab A-dır. Biz qeyd edirik ki, Pangeya bölündü 2 yerə, Lavrasiya Gondvanaya, şimal materikləri olan Şimali Amerika, Avrasiya, Lavrasiya qurusunun tərkibində olmuşdur. Cənub materikləri olan Afrika, Cənubi Amerika, Avstraliya, Antarktida isə Gondvana. Digərlərinə də baxaq. B'də deyir, seismik xəritələrdə eyni güclü təkanların hiss edildiyi məntəqələri birləşdirən xətlər izohipis xeyr. İzohipis eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən xətlərdir. 21 martda Bakıda günəş şüaları 90 dərəcə bucağı altında düşür. Bakıda heç vaxt günəş 90 dərəcə bucaqla düşməz. Bakı və London şəhəri arasında 6 saat yerli vaxt fərqi yox, 3 saat 20 dəqiqə fərq var. Zəlzələnin yer səthindəki proyeksiyası epicentr adlanır. Epicentr yerin daxilindədir. Deməli, bunlar yanlış oldu. 12-də düzgün cavab alacaq A bəndi. 13-də qeyd olunur ki, ölçülərinə görə daha böyük olan planet hansıdır? Təbii ki, ən böyük planet Yupiterdir. Düzgün cavab 13-də D. 14-də qeyd olunur, hansı coğrafi uzunluq ilə Qrinviç meridianı arasında 20 dəqiqə yerli vaxt fərqi mövcuddur. 20 dəqiqə neçə dərəcə olar?
Biz qeyd edirik ki, 4 dəqiqə 1 dərəcədir. Deməli, 20 dəqiqəni bölərik 4-ə, bu da edər 5 dərəcə. Greenwich sıfırda olduğu üçün sıfırdan 5 dərəcə fərqli olacaq. Baxın, ya 5 şərq uzunluğu, ya 5 qərb uzunluğu. Burada isə 5 qərb uzunluğu verilib. Düzgün cavab 14-də olacaq, Y bəndi. 15-də qeyd olunur ki, əsgərlər düzən ərazidə təlimə başladılar. Onlar, baxın, bu bataqlıqdır. Bataqlıqdan keçib, bu da seyrək meşədir. Seyrək meşəyə çatdılar. Və burada ilk düşərgələrini saldılar. Şərti işarələrə uyğun gələn obyektləri müvafiq olaraq müəyyən edin. Bataqlıq və seyrək meşə. Şərti işarələr bölməsini mövzusunu oxumaq lazımdır. Düzgün cavab olacaq C. Qütb ulduzu hansı materikdə görünməz? Tamamilə cənub yarımkürəsində yerləşən materikdə, yəni Avstraliyada. Çünki qütb ulduzu hər zaman şimal yarımkürəsində görsənir. Şimali Amerikada, Cənubi Amerikada, Avrasiyada, Afrikada görsənəcək. Deməli, 22 dekabr tarixində hansı xətt üzərində günorta vaxt cisimlərin kölgəsi olmaz? 22 dekabrda günəş harda zenitdə olurdu? Cənub tropikində. Qış gün dönümü günüdür. Deməli, burada cisimlərin kölgəsi olmayacaq. Deməli, 17-ci sualın düzgün cavabı olacaq A bəndi. 18-də qeyd olunur ki, filiz mənşəli faydalı qazıntı şərti işarəsini müəyyən edin. Bu daş kömürdür, neft, təbii qaz, deməli, çökmə duz, bunlar yanar və qeyri-filiz faydalı qazıntılardır. Amma Y-yə baxın, qızıl. Qızıl filiz faydalı qazıntı olduğu üçün 18-də düzgün cavab olacaq Y. 19-da qeyd olunur ki, topoqrafik xəritələr haqqında hansı fikir doğru deyil, yəni böyük miqyaslı xəritələr. Coğrafi məzmun çox sahəlidir, bəli. Ən az generalizasiyaya məruz qalan, bəli, ən az ümumiləşdirmə topoqrafik xəritələrdə olur. Adətən daha böyük ərazilər təsvir edilir. Xeyr, adətən daha kiçik ərazilər təsvir edildiyi üçün generalizasiyaya daha az məruz qalır. D-də bitki örtüyü yaşıl rənglə verilir. Deməli, doğrudur. Ümumi coğrafi xəritələr qrupuna aid edilir. Bu da doğrudur. Deməli, yanlış olacaq burada C. 20-də qeyd olunur ki, Konrad sərhədi hansı qatlar arasında yerləşir? Konrad qranit və bazalt arasında olacaq. Düzgün cavab 20-də olacaq B. Gözəri planlama hansı üsullarla aparılmır? Gözəri planlama qütb və marşrut üsulu ilə aparılır. Deməli, 1-3 süni peyklər üsulu və aerofoto şəkillər üsulu ilə aparılmaz. 21-in düzgün cavabı Y. 22. Hansı miqyaslı xəritədə generalizasiya daha çoxdur? Daha kiçik miqyaslı xəritədə. Yəni B. Biz qeyd edirik, xəritənin miqyası kiçildikcə generalizasiya da çoxalır. Deməli, burada ən çox olacaq B-də, yəni ən kiçik miqyaslı 50 milyon dəfə kiçilən ərazidə. Keçək açıq tipli suallara. 23-də qeyd olunur ki, payız gecə və gündüz bərabərliyi günü 20 dərəcə cənub enliyində yerləşən təpənin şimal istiqamətə meylliliyi 20 dərəcə olan yamacına günəş şüaları neçə dərəcəlik bucaq altında düşər? Payız gecə gündüz bərabərliyi günündə biz bilirik günəş ekvator üzərində zenitdə olur. Bu zaman 20 dərəcə cənub enliyində yerləşən təpəyə günəş düşəcək. Necə hesablarıq? 90-dan 20-ni çıxarıq. 70 dərəcə bucaqla. Və qeyd olunur ki, şimal istiqamətə meyillilik 20 dərəcədir. Yəni, günəşə yaxınlaşırsa, biz toplayarıq. Yəni, həmin enlikdə günəş neçə dərəcə bucaqla düşürsə, meyillilik ilə onu toplayarıq. Yəni, 70-in üzərinə 20 gələrik. Deməli, bu təpəyə günəş düşəcək 90 dərəcə bucaqla. 23-də düzgün cavab 90 dərəcə. Deməli, baxın, bu meyillilik məsələlərində diqqət edin. Əgər biz günəşə yaxınlaşırıqsa, toplayarıq tapdığımız düşmə bucağı ilə. Günəşdən uzaqlaşırıqsa, çıxarıq tapdığımız düşmə bucağını. 24-də qeyd olunur ki, Avrasiya litosfer tavası ilə həmsərhəd olan tavaları müəyyən edin. Afrika həmsərhəddir, Şimali Amerika həmsərhəddir, Ərəbistan həmsərhəddir. Antarktida, Kokos, Naska həmsərhəd olmaz. 24-cü sualda 1, 2 və 3 olacaq. 25-də qeyd olunur ki, sxemdə verilmiş A nöqtəsinin hansı coğrafi enliklərdə yerləşə biləcəyini müəyyən edin. Yəni, nə deməkdir bu? 90 dərəcə. Günəşin düz bucaqla düşdüyü, zenitdə olduğu ərazilər. Yəni, tropik işıqlanma qurşağı. 40 dərəcə şimal enliyi olmaz. Baxın, 11 cənub enliyi, 2 şimal enliyi, 20 şimal enliyi.
32 cənub enliyi 66 cənub enliyi olmaz. Yəni 23,5 şimal enliyi, ekvator və 23,5 cənub enliyi arasında yerləşən ərazilər. 2 olacaq, 3 olacaq və 4 olacaq düzgün cavablar. 26-da qeyd olunur ki, bitki və heyvan qalıqlarının toplanması nəticəsində əmələ gələn süxurlar. Biz bilirik ki, bu əsasən yanar faydalı qazıntılar olacaq. Yəni, baxın, daş kömürü olar, torf olar və yanar şist olar. Pemza, bazalt, qneys bunlar olmayacaq. 1, 3 və 4 olacaq 26-cı sualın düzgün cavabı. 27-də qeyd olunur ki, fərqli və oxşar cəhətləri Eyler-Venn diaqramının köməyi ilə müəyyən edin. 22 iyun, yəni günəş şimal tropiki üzərində, şimalda yaydır. 22 dekabr, günəş cənub tropiki üzərində, cənubda yay fəslidir, qış gündönümü günüdür. Gəlin baxaq. Cənub qütb dairəsində qütb gündüzü müşahidə olunur. Cənub qütb dairəsində qütb gündüzüdürsə, deməli günəş cənubdadır. 22 dekabr tarixi. A, 2-yə A. Cənub yarımkürəsində qış fəsli nə vaxt başlayır? 22 iyunda. Yəni, günəş şimal tropiki üzərində olanda. B olacaq birinciyə. Şimal yarımkürəsində yay fəsli başlayacaq. Yəni, 22 iyunda. Ekvatora günəş günorta vaxtı 66,5 dərəcə bucağı altında düşür. Bu, hər iki tarixdə olacaq. Günəş 23,5 şimal və 23,5 cənub enliyində olan zaman ekvatora 66,5 dərəcə bucağı altında düşür. Deməli, 3-də olacaq D. Y. Günəş cənub tropiki üzərində zenitdə olur. Təbii ki, bu da 22 dekabr tarixinə aiddir. 23,5 cənub enliyində zenitdə olacaq. 1BC, 2AY, 3D. 27-ci sualın düzgün cavabı. İndi isə keçək situasiya üzrə tapşırıqlara. Səyyah coğrafi koordinatları 30 şimal enliyi və 70 şərq uzunluğu olan A məntəqəsinin. Nə etməliyik biz? Tez şəkildə çəkməliyik həmin coğrafi koordinatları. Ekvator və Qrinviçi mütləq şəkildə ilk öncə çəkirik. Daha sonra baxın 30 şimal enliyi və 70 şərq uzunluğunda çəkdik. Bu məntəqədən şimal istiqamətə 1110 km. Bunun neçə dərəcə olduğunu necə taparıq? Bölərik 111-ə, yəni 10 dərəcə gedib. Deməli, 40 dərəcə şimal enliyi üzərinə gəlib. Yazırıq. 40 dərəcə şimal enliyi üzərində. Uzunluğumuz isə hələ 70 şərq uzunluğudur. B nöqtəsinə çatıb. Daha sonra isə B nöqtəsindən paralel xətt üzrə şərq istiqamətini 45 dərəcə yol gedərək C məntəqəsinə çatıb. 70-dən 45 dərəcə şərqə gedib. Yəni 25 şərq uzunluğuna gəlib çatıb. Deməli, baxın, bizim məntəqəmiz oldu 25 şərq uzunluğu və 40 şimal enliyi. Gəlin, indi bizdən soruşulan tapşırıqlara baxaq. A məntəqəsinin Bakıdan hansı istiqamətdə yerləşdiyini müəyyən edin. A məntəqəsinin. Baxın, A məntəqəsi 30 şimal enliyi və 70 şərq uzunluğu idi. Bakıdan hansı istiqamətdə yerləşəcək? Baxın, 70 şərq uzunluğu şərqdə, 30 şimal enliyi isə cənubda. Deməli, A məntəqəsi Bakıdan cənub-şərq istiqamətində yerləşəcək. 28-ci sualın düzgün cavabı cənub-şərq. 29-da deyir, səyyahın cəmi neçə kilometr yol getdiyini hesablayın. Baxın, 1110 kilometr bir getmişdi. Bir də 40 dərəcəlik paralel üzərindən neçə dərəcə? 45 dərəcə yol getdi. 40 dərəcəlik paralel üzərindən 45 dərəcə yol gedibsə, nə edərik? 45-i vurmalıyıq neçəyə? 85,4-də. Niyə? Çünki 40 dərəcəlik paralelin üzərində 1 dərəcəlik qövsün uzunluğu 85,4-dür. 45-i də 85,4-ə vursaq, bu da edəcək 3843 kilometr. Və bunları toplayaraq. Bu da edəcək 4953. Elə buradan yazaq. 4953 kilometr. Aydındırmı? Deməli, bu da olacaq səyyahın cəmi getdiyi yol. 30-da isə qeyd olunur B və C məntəqələri arasındakı yerli vaxt fərqini hesablayın. Deməli, B hansı məntəqədir? B 70 şərq uzunluğudur. C hansı məntəqədir? Çatdığı 45
daha doğrusu 25 şərq uzunluğu. 70 və 25 şərq uzunluqları arasında 45 dərəcə fərq var. 45 dərəcəni də biz çevirsək saata bölərik neçəyə? 15-ə. Düzdürmü? Bu da edəcək 3 saat. Deməli, B və C məntəqələri arasındakı yerli vaxt fərqi olacaq 3 saat. Aydın oldu mu? 7-ci sınağımızın izahları bunlar idi. İzlədiyiniz üçün təşəkkür edirəm.